Nazirə xanım, rəqs edirsiniz və bu ərəfədə Fatimə Fətəliyeva barışıq mesajı göndərdi, üzr istədi canlı yayımda sizdən. Siz də dünən belə bir hekayə paylaşdınız ki, barışmaq istəyənlər xonça ilə gəlsin bayramda. Fikirləriniz nədir? Bilirsiniz, mənim atam çox ağır vəziyyətdədir bu dəqiqə. Allah şəfa Və versin. həyatın çox qəddar olduğunu, amansız olduğunu insan yaşadıkça, yaşandıklarını gördükçe anlayır. Mənim Fatiməyə qarşı əsəbim və kinim yox idi. Bunu hamınız bilirsiniz. Mən sadəcə ona ən başdan dedim ki, nə qədər gec deyil, üzr istə. Yəni onu vaxtında eləsəydi, sağındakı, solundakı belə deyim də, qaz verənlərin sözünə qulaq asmasaydı, bu qədər də uzanmazdı. Fatimə də bir anadır. Mən özüm o Tolikin verilişində o çıxışı etdim ki, yəni mən ondan rəsmi üzür gözləmədim də. Yəni mən ona addım, mən ona güzəştə getmişəm. Yəni mən ondan qəddar davransam, o hal-hazırda yazmalıydı. Mən Fətəliyeva Fatimə, Fətəli qızı dediyi filan sözə görə Nazirə Səfərlinin qarşısında üzr istəyirəm. Bu böyük olardı. Mən bunları istəmədim ondan. Sadəcə yəni dedim ki, ötüşəcəm, amma bu üzrü istəməlisən də, səliqəli. Onun həyəcanını gördüm. Bu mənim uğurum deyil. Mən kiməsə üzr istətməklə özümü böyük hegemon saymıram. Onun pozisiyasında mən də ola bilərdim. İnsan bəzən bilmədən də səhv eləyir. Ona görə də Allah bağışlasın deyirəm. Allah hamımızın günahlarını bağışlasın. Sadəcə bir adamla dalaşanda, bu təkcə Fatiməyə aid deyil, bir insanla küsülü olanda dərhal qərar verməyin, dərhal özünüzdən çıxmayın. Hətta faktınız olsa belə çıxmayın. Çünki indi dövran o devran deyil. İndi heç kimə keçmir. İndi hamı haqqını, hüququnu bilir. Bax, ziyanın harasından qayıtsan xeyirdir. Fatimə erməni balası deyil ki, o da bir Azərbaycan qadınıdır. Onun da nəvəsi var, əri var, uşağı var. Mən bu hadisələr yeni alovlananda mən onun həyat yoldaşı ilə 50 dəqiqə telefonda danışdım. Bugünəcən də məndə onun səsi durur yəni. Onun ancaq sözü buydu. Nazirə xanım, biz sizi çox sevirik. Biz sizin xətrinizi çox istəyirik. Bundan sonra onun ərinin o boyda mənlə insani davranışından sonra Fatimə biraz yoldaşım zəh vurdu, onu başa saldılar. Belə şeylər. Yəni negativlərə köklənməyək, artıq üzr olub, barış